Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarlı səfirlikdə gizlənən insan sizsiniz. Təxmin Hə, mənim əzizlərim, yadınızdadırmı? Mən Mehriban Əliyevaya vaxt vermişdim. Demişdim ki, əgər o öz kəlmələrini sübut edən faktları ortaya qoysa, qardaşım Emin Hüseynovun səfirliyə güya qadın paltarında girdiyini video və ya foto ilə təsdiqləsə, mən Alona haqda materialları dayandıracağam. Hətta yaydıqlarımı da pozacağam. Görün necə gözəl təklifdir. Amma Mehriban Əliyeva bu təklifi dəyərləndirə bilmədi. Niyə? Çünki əlində qardaşım haqda bir dənə də olsun fakt, sübut yoxdur. Əgər bir adamın əlində fakt yoxdursa, boş-boş püləyirsə, el arasında ona osturan kukla deyirlər. Mehriban Əliyeva məni heç təəccübləndirmədi. Çünki birinci dəfə deyil ki, boş-boş yalan danışır. Bu ailə bir dəfə də olsun xalqa düz məlumat verməyib. Onların əlində qardaşım Eminin səfirliyə necə girdiyi haqqında fotoları olmasa da məndə var. Yaxın oturun. Bugün sizə iki qaçış hekayəsi danışacağım. Biri qardaşımın qaçışıdır, biri isə Alonanın. Artıq hər kəs bilir ki, bu mənim mərd qardaşım Emin Hüseynovdur. Emin indi gündəmdədir və hamı məndən soruşur ki, bu Əliyevlər Emindən niyə belə yanıqlıdılar? Bunun bir səbəbi Alona olsa da başqa bir ciddi səbəb də var. Vaxtilə İlham Əliyev Emin Hüseynovu şəlləyib həbs eləməyə çalışsa da əlində qalmışdı. Emin İlham Əliyevi barmağına dolamışdı. Mənim qardaşım 2003-cü ildən etibarən meydanlarda jurnalist kimi iştirak edib, çəkilişlər edib, Azadlıq meydanında döyülüb. 2005-ci ildə siyasətdə özünü sınayıb. Mən də Emindən ilhamlanıb siyasətə maraq göstərmişəm, vətəndaş cəmiyyətinə qoşulmuşam. 2014-cü ildə İlham Əliyev ölkədə növbəti repressiya dalğasına başlamışdı. Bir çox tanınmış hüquq müdafiəçisi və jurnalist həbs edilmişdi və qardaşım da qara siyahıdaydı. İlham Əliyev onu da həbs eləməyə çalışırdı. Amma qardaşım Əliyevin həbsxanasında girov qalmaq istəmədi və həbs olunmamaq üçün hansısa dövlətə sığınmaq qərarı verdi. Amma bu olduqca çətin bir qərar idi. Çünki İlham Əliyev Eminin ölkədən çıxışına qadağa qoymuşdu. Emin heç yerə çıxa bilmirdi. Evinə, iş yerinə polis axtarışa gəlmişdi. Lakin qardaşımı tapa bilməmişdilər. Nə əsasına deyirsiniz keçində? Bizə izah edin, bizə bilək niyə keçməliyik buradan? Keçin, tədbir var burada, keçin. Nə tədbiridir? Düşün aşağı. Niyə görə də? Düşün aşağı. Tərk edin buranı da. Ay, başa düşmürsünüz. Ay, jurnalistə düşün aşağı deyirik Nə də. əsasına edirsiniz? Biz burada tədbir keçirik. Siz burada adınız var. Bu tədbirdə sizin adınız var. İlham Əliyev tapşırıq vermişdi ki, nəyin bahasına olursa olsun Emin Hüseynov tapılıb həbs olunmalıdır. Polislər bütün ölkədə axtarışa başlamışdılar. Emin bilirdi ki, artıq bütün polis bölmələrində onun üzünü tanıyırlar. Onun şəklini hər yerə göndəriblər. Həmin vaxt Emin bir dostumuzun evində gizlənmişdi. Oradan çıxıb səfirliyə getməli idi. Bəs necə edə bilərdi ki, üzü tanınmadan, ifşa olunmadan evdən çıxsın? Həmin vaxt qardaşım çox ağıllı davrandı. Saçını, saqqalını rənglədi, gözlərinə yaşıl linza taxdı və bu görkəmə düşdü. Evdən çıxıb içəri şəhərdə yerləşən İsveçrə səfirliyinə getdi. Ən gülməlisi bu idi ki, bütün səfirliklərin qarşısına polis və MT-nin adamlarını qoymuşdular. Hər yerdə Emini gözləyirdilər. Emin səfirliyin binasına yaxınlaşanda onu polislər saxladı. Amma tanıya bilmədilər. Elə zənn etdilər ki, xarici turistdir. Polislər Emindən pasportunu istədilər. O da ingiliscə cavab verdi ki, pasportum səfirlikdədir, gedək götürün verim. Və qardaşım o boyda eşşək polislərin gözü qarşısında səfirliyə girir, bir daha oradan çıxmır. Polislər və o vaxtki MT-in sonradan başa düşürlər ki, bu elə Emin imiş, amma artıq gec idi. Bəli, bu gördüyünüz fotolar Eminin səfirliyə girdiyi gün çəkilib. Diqqətlə baxın, qadın paltarı geyinmiş adam sifətinə oxşayırmı? Əlbəttə ki, yox. Emin sadəcə olaraq polislərə yaxşıca kələk gəlmişdi. Bu hadisə İlham Əliyevə məruzə ediləndə o şok keçirdir. Bu əməliyyatı yarıda bilməyən bütün polis işçilərini işdən çıxardır. İlham Əliyev özünü lox kimi hiss edir. Emini 8 ay səfirlikdə yaşamağa məcbur qoyur.
Amma sonra İsveçrə və Azərbaycan hakimiyyəti arasında danışıqlar nəticəsində onun ölkədən çıxmasına razı olur. Amma bir şərtlə İlham Əliyev İsveçrə prezidentinə bildirir ki, qardaşımı Azərbaycan vətəndaşlığından çıxaracaq. Çünki o özünə sığışdıra bilməzdi ki, Emin bir Azərbaycan vətəndaşı olaraq onu şeyinə dolasın. Həmin vaxt İlham Əliyevin əlindən ancaq bu gəlmişdi. Elə o vaxtdan da ailəlikcə qardaşımdan yanıqlı qalmışdılar. Çünki həlləm aktivist, jurnalist Əliyevləri belə dolaya bilməyib. Amma qardaşım bunu bacarıb. Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin Xarici İşlər Naziri bura gələrək öz təyyarəsi ilə Isveçrəyə aparıb. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu yenə də daha bir yalandır. Mehriban xanım, sual vermək olar ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Sizə can təxmin- sağlığı arzulayıram. Mehriban Əliyevanın küçə uşağı kimi cırnamağın da səbəblərindən biri bu idi. 12 ildir ki, bu ailə qardaşımın repressiyadan qurtulmağını həzm edə bilmir. Mehriban Əliyeva üzündəki qırışları açmaq üçün o qədər üzünü dartdırıb ki, axırda beyninin də qırışları açılıb. Ona görə ağlına ancaq qadın paltarı ilə məzələnmək gəldi. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. O boyda vitse-prezident düşünüb, daşınıb, jurnalistin sualına ağıllı bir cavab tapa bilmədi. Burada əsas mövzu Eminin əynindəki paltar deyil. Əsas sual budur ki, niyə bir ölkənin jurnalisti məcbur qalıb səfirliyə sığınır? Niyə başqa ölkədə didərgin həyat yaşayır? Cavab isə sadədir. Çünki Oğraş Əliyevlər müstəqil bir jurnalisti şərləyərək ömründən 10-15 il oğurlamaq istəyirdilər. Həyatını məhv eləmək istəyirdilər. Mehriban Əliyeva dolayı da olsa bunu etiraf elədi. Amma Emin'dən başqa birinin də qaçış hekayəsi var. Onu da bugün sizə danışacağım. Bu da İlham və Mehribanın gəlini Alona Əliyevanın qaçışıdır. 2014-cü illərdə Alona Gonçar Odessada atası yaşında bir kişi ilə münasibətdə idi və onunla yaşayırdı. Həmin kişi hamımızın Sergey dayı kimi tanıdığımız Igor Yaşkovdur. Bu Igor Alonaya babatmaya buraxır. Onu Misirdə gəzdirir, Alonaya keyf çəkdirir. El dili ilə desək, Alonanın hərcisi olur. Alona Igor'un ailəvi bir yığıncağında bir oğlanla tanış olur. Baxın, bu şəkildə gördüyünüz oğlanla. Bu oğlan Alonaya narkotiki təşkil edən şəxsdir. Adı da Denis'dir. Deniz həmin o Igor dayının bacısı oğludur. Раздрав наркотики. Мужики. Кальян, Денис. Bu fotoda Alona Igor dayının qucağında oturub. Yanındakı isə həmin Denis'dir. Onda Deniz hələ Alonanı yaxşı tanımırdı. Əlqərəz, bunlar ailəvi yığıncaqda tanış olurlar və münasibətləri o həddə gəlir ki, Alona və Deniz nişanlanırlar. İşə baxında Alonanı Bala Heydərə calayan onun xalası oğlu Azər Əliyev idi. Alonanı Denizə calayan isə həcisi Igor dayı idi. Alona lazım olan yerə çatana qədər müxtəlif kişilərə calaq ola gedib. İndi isə əsas sual budur ki, Denizlə nişanlanan Alona necə edib ki, Bala Heydərin bəxtinə düşüb? O 2018-ci ildə Fransada Bala Heydərlə tanış olanda da Denizlə nişanlı olmağa davam edirdi. O Bala Heydəri tanıyandan sonra yağlı yer tapdığı üçün bir daha Odessaya qayıtmır. Nişanlısına xəbər etmədən aradan çıxır. Bala Heydərə qoşulub Azərbaycana gəlir.
Onun keçmiş nişanlısı mənə hər şeyi açıb danışıb. Tezliklə onunla söhbətimizi müsahibə şəklində hamınızla paylaşacağam. Hələlik isə azacıq qorxur. Başa düşürəm onu. Mənim qardaşım şəhərlənib həbs olunmamaq üçün məcburiyyətdən öz vətənindən uzaq düşür. İllərlə vətəndaşlığı olmadan qürbətdə yaşayır. Amma Alona haram yolla milyarder olan bir kişini tapdığı üçün vətənini qoyub qaçır. İndi siz mənə deyin görüm, mənim qardaşım Eminin qaçışı əxlaqsızlıqdır, yoxsa Alonanın, ha? Mən düşünürəm ki, Mehriban Əliyevan və İlham Əliyevin əlinin altından qaçmaq bu ayıb deyil. Ancaq Odessadan öz nişanlısını atıb pullu kişinin arxasınca qaçmaq ən azından əxlaqsızlıqdır. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Mənə bilirsiniz nə maraqlıdır? Görəsən, qardaşımla məhəllə dilində danışan Mehriban Əliyeva öz gəlininə hirslənəndə nə deyir? Amma Mehribanın evdə sözü keçsəydi, Alonanı heç oğluna arvad eləməyə qoymazdı. Hamımız bilirik ki, o ancaq jurnalistlərə xoş gələ bilir. Sizə can Təxmin sağlığı arzularım. çox sağ olun, amma qadın paltarında gizlənməmişəm. İndi isə sizə növbəti seriyamızın kiçik bir spoilerini verəcəm. Bala Heydərin tibbi kağızları mənim əlimə keçib. Məlum olub ki, o ata ola bilməz. Ona görə də sual yaranır. Alona Əliyevanın uşaqları kimləndir? İzləmədə qalın.